Dekavlogun 12-ci gündən hər kəsə salam, kanalıma xoş gəlmisiniz. Həmişə siz gələsiniz, necəsiz qızlar? Bugün artıq 12-ci gün açırıq. Birinci başlayırıq təbii ki, nə ilə? Nutella kalendarı ilə 12. 12 buradadır. Təəccübləndikmi? Xeyr. Yenə bu şirniyyatdan çıxdı. Elmi bəyəndi bunu, mən bəyənmədim. Neysə. Və keçirik hara? Çay kalendarına. Görək 12-ci xanadan nə çıxacaq? Deyir ki, did you know that tea is the most consumed beverage in the world? Deyir ki, bilirsinizmi, çay dünyada sudan sonra ən çox içilən qidadır. Seasonal siesta nə çaydır görək? Yəni seasonal deyirsə yəqin fəslə uyğun çaydır. Limondur, darçındır, zəncəfildir, hibiskusdur. Yəni belə qış çayı. Gəlirik TikTok trendlərinə. Açırıq 12-ni ki, uşağın sifətindədir. Bounty. Cənnət əzliyə də. O da çox uzun müddətdir ki, Bounty yemirəm bunu. Bir dənə dişləmək istəyirəm açığı qızlar. Çox çıxılı. Bounty trend sayılmır, amma Bounty ləzzətlidir. Baxaq görək bugünkü tapşırığımız nədir? Deyir ki, bugün ata və ya nənənizlə ən sevdiyiniz şirniyyatı bişirin. Bu uşaqlar üçün olan advent kalendardır. Ona görə tapşırıqlar belə biraz uşaqlar üçün çıxır sanki. Məsələn, ananızla bunu edin, Christmas mahnısı oxuyun və s. Yəni mən də bir bəbəş sayılıram məncə. Ana, ata və nənə ilə heç nə bişirə bilmirəm, çünki onlar məndən kilometrlərcə uzaqda Azərbaycandadılar. Yenə də eyb yox. Özüm bişirməyi çox sevirəm, özüm bişirərəm. Və keçirik ən sevdiyimiz hissələrdən birinə. Bəli, baxım və makyaja. Göy qutunu açmaq istəyirəm bu dəfə, tünd göy qutunu. Daha doğrusu qaradır bu deyəsən. Bir dənəsini çıxartdım. Nə deyir? Lancaster Golden Leaf. SPF tərkibli adi kremdir. SPF-i 15-dir, yəni zəifdir. Kiçik ölçü. Mini ölçü, səyahətlər üçün bu mini ölçülər olur çox-çox əla, çox-çox möhtəşəm. Bugünkü advent kalendarlarımız bu qədər. Keçirik günə. Yeni bir gündən hər kəsə salam, necəsiz qızlar, nə edirsiniz, nə var, nə yox. Sizi yenə Münster şəhərindən salamlayırıq. Bugünkü planlarımız da Münsterdədir. 1. Ferma gəzəcəyik. 2. Təbii toyuq yumurtası alacağıq və bizim ən sevdiyimiz şeylərdən birini eləyəcəyik. Nə eləyəcəyik? Təbii ki, market gəzib fərqli məhsullar yoxlayacağıq. Getdik. Münsterdəyik yenidən və gedirik fermaya. Bəli, bildiyiniz inəkli, keçili, qoyunu, quzulu bir fermaya gedirik. Bio yumurta alacağıq, əsl kənd yumurtası. Biz niyə bu tətilimizi belə rayon ab-havasında keçiririk bilmirəm. Yarmarkalar, bio yumurtalar və s. Və xoşlayırıq belə şeyləri. Ona görə gedirik özümüz inək südü içməyə. Biz orada deyəsən qida falan alıb keçiləri falan yemləmək olur. Belə çox maraqlı sistem qurublar. Baxın, pul verib ot alırsan və o otla onların keçilərini yemləyirsən. Öz keçiləri yemlədilər, sizə pul da alırlar. Mənə başqa heç kim həqiqətən başa çənməzlər. Valideyn olmağın gətirdiyi şey stresi. Ona baş şey bəziblər, evin qabağında çıxıyorlar. Birinci bəziblər. Ağacı. Bura yəni həqiqətən yapaqlı vaxtı girmək lazımdır. Hündür, qalın meşəlikdir. Bura heç vaxt günəş görmür. Oturacaqlar falan var. Fermamızdan salamlar. Bilirsiniz ki, əgər videolarda məni görmüsünüzsə və davamlı baxırsınızsa, biz Elvin və mən bio məhsullar, sağlam qidalar, bu tərzi qidaları çox xoşlayırıq. Hər şeyin sağlamını yeməyə çalışırıq. Neysə bu həyat tərzi bizim olduqca xoşumuza gəlir. Baxmayaraq ki, tətildə full şirniyyatdan basırıq. Ona görə də bugün Almaniyanın Münster şəhərinin fermasını gəzirik. Gördüyünüz kimi hər tərəf yamyaşıldır. Qəşəng bir dənə göl var. İndi birazdan özümüz toyuq yemləyəcəyik, yumurta alacağıq. Çox balaca bir aparatdan yumurta alırıq deyəsən burada. Və uşaqların əyləncəsi üçün burada hər cür şərait qurulub. Nə normalni toyuqdur, elə broilerdir, şişirdiblər. Buradan 20 sentə, yəni hardasa 40-50 qəpiyə bir dənə snək götürürük. Atırıq qəpiyimizi buradan. Və bizim üçün deyil təbii ki, bu snəklər, toyuqlar üçündür. Yəni at toyuqları yemlə. Bu xoruz deyil məncə keş. Keçilər də çox qəşəngdir. Toyuğun bir dayanan barmağını dişlədi. Biraz gözüm qorxdu indi. Ona görə göydən atacağam. Rədd olsan, bayaqdan çox yemisən. O böyük o cəmaata imkan vermir nətər o biriləri yeşişib, nətər dana boyda olub, toyuqsan, ona bax, gəlirik. Ay, bura nə qəşəng görünür, bir dənə buranı çəkim. İndi gedirik inəklərə baxmağa. İnək. İnək. Ay, inək. İnək necə sağırıq? Ay, öpdüm gəldi. Nə deyirsən? Yaxşısan?
Allah gəlir. Anam anam. Anam anam. Ay, şuna axı. Özümü elə belə də əsl rayon qızı kimi hiss edirəm qəşəng soyuq havada. Səhər-səhər dursan saat 5-dən inəklərin südünü sağırsan qəşəng. Südü sonra qaynadırsan, içirsən. Rayondan xoşum gəlir. Rayonda olmaqdan da xoşum gəlir. Təbiət istirahətini sevirəm daha dəqiq desək. Dedilər yumurtanı buradan aparatdan alırsınız. Necə bir aparat bilmirəm, indi gəlib görəcək. Baxın belə balaca bir putka var. Gördüyünüz kimi fermanın tam ortasında bir küncündə. Görək nələr var burada. İlk öncə bizi qarşılayır biraz çərəzlər, cipslər, MMDS-li kukilər. Burada bizi qarşılayır soklar, popcorn. Cemdir deyəsən bu, Wild Berry, Brettable, cemlərdir bunlar. Ətlər, süd. Sən pulu atıb sonra Və ancaq qəpik qəbul edir təəssüf ki. öz butulkanı gətirirsən, doldurursan litrinə görə. Deyəsən 1 litri 20 sent, yox. 1 litri 1.20-dir. Hardasa 2 manat 40 qəpik falan. Və bu da yumurtalar, bio yumurtalar. 10 dənəsi 7 manatdır belə. İlişdi qaldı. İlişib qalanda yazırlar ki, buradan götürə bilərik. Burada bizim aparatımız ilişdi və düşmədi içindən. Amma burada belə yazılar ki, əgər aparatınız ilişibsə, yəni burada yumurta sizə düşmürsə, sizə lazım olan yumurta burada zapasda qoyular, stokda da. Belə burada stokda qoyular yumurta, buradan götürə bilərsiniz. Bu gördüyümüzü birinci elə bildim cemdir, amma cem deyilmiş. Bunlar hamısı dondurmaymış. 3.50-ymiş. Nə ucuzdur? 7 manatdır cəmi. Oradadır. Belə balaca, kukili və buranın südündən hazırlanır. Burada da qaşıqlar qoyublar bizim üçün. Burada dəhşətli süd iyi gəlir hər yerdən. Açaq bunu. Üstü buzluyub amma. Dadlıdır, belə dəhşət ultra şirin deyil. Dadı da. Bizim şəraitə bir dənə Almaniyanın hansısa bir şəhərinin hansısa bir fermasında təbii inək südündən təbii dondurma yeyirik. Yerindəcə. Diyana'nın belə kukisi var, əziz dostlar. İndi Diana bunu açacaq. Kuki deyil, nədir Kuki deyil. bəzən? Sənin dilin, Aysel Alman dilində bilmir də qızım. Ayselin dilində kukidir. Almanca nədir ki bu? Keksə. Keksa. Kızlar kek saymış bu Alman dilində. Vurun üzümüzə. Alman dilini bilmədiyimizi vurun üzümüzə. Mən bilirəm, Aysel bilmir. İkinci sən də, birinci sən. Görsən zaten. Baxın bunun dadına, mən də. Biləm ki, sən qoymayacaq. Ona görə belə atma. Mama ka. Güzel yapan. Orada çok tatlı. Limon da var. Limonlu da. Çok tatlı. O bu yama yaxşı deyil. Var bir dənəsi yeyim. Bir dənəsi yeyim. Hər sən tut yaxşı. Orada olanda öz aramızda danışırdıq ki, ay Səbiş bu Diana niyə belə mızmızlar? İndi fikir verirəm ki, uşağın peçenyasının yarısını yeyib qurtarmışıq da bir zəhmət mızmızlansın. Almaniyaya gəlmişsə nə edirik? Təbii ki, Alman marketinə giririk. Bizim ən sevdiyimiz şeylərdən biri getdiyimiz ölkələrin marketlərini gəzməkdir. Fərqli nələr varsa onları yeməkdir. Belə bir market var. Marktkauf. Çox böyük market olduğu deyilir. Buradan təxmin edirəm ərazisini. Girə görə içində nələr var. Bura mənə bir sən haran xatırlatdı. Berində mola getmişdik. Fərqli bir mağazaya girmişdik. Orada meydan vardı. İsveçrədəki meydanı xatırlatdı. Aparatlardan Tesco-da da var. Deməli bunların məqsədi nədir? Səbətə atırsınız məhsulları və hər atdıqca oradakı QR kodu oxudursunuz. Kassaya gələndə bir hamısını oxutdurmağa və ya kassada gözləməyə ehtiyac yoxdur. Sadəcə bundakı yazını oxudursunuz, pul ödəyirsiniz, çıxırsınız. Bir də kassada o məhsulları tək-tək vurmağa ehtiyac yoxdur. Belə bir məhsuldur. Pasta çeşidi. Amma Səbinəgildə və ora gedən, İtaliyaya gedən hər kəs də deyir ki, İtaliyanın pastası kimi heç arada pasta ola bilməz, yoxdur. Buna görə də biz də səbirsizlə gözləyirik ki, İtaliyaya gedib orada pastaları yoxlamağa. Gilə meyvə çox xoşladığım üçün baxın bura mənim sekşinum. Mini kivi ekiş. Balaca kivi var burada. Kividir. Feyxaya oxşur amma kividir. Və qiyməti deyim sizə nə qədərdir? 2.50 euro. 5 manatdır bu kivi. Təbii ki, Almaniyada olduğumuz üçün bütün şokolad növlərindən, hər cürəsindən milyon cür çeşid var və hamısı çox ucuzdur. Normal olaraq Almaniyanın şokoladı. Milkalar falan burada. Məsəl üçün bu 8 manatdır. Azərbaycanda neçədir? Bir dənə şey soruşum. Bu böyük yumurtalar Azərbaycanda neçədir? Məsəl üçün burada Almaniyada 18 manatdır. Əslində mən bu böyüklərin içinə çıxamayacaqlar heç xoşlamıram. Qəşəng görünüm deyirlər məncə. Proteinli kefirlər və bu qatıqdır deyəsən qatıqlar, bu yoğurtlar. Bu nə qəşəng görünür, blueberryli qatıq. Milyon cür çay çeşidi, Christmas, advent kalendar yoğurtinin. Çiyələk qurusu deyəsən burada çox sevilir. 24 evrodur və dəhşət çoxdur.
Bura əncir var burada. Bir dənəsi 2 manatdır. Amma yumşaqdır, qəşəngdir. Amma dadı inanmıram, yaxşı olur. Bu nə qəribə meyvədir. Yumşaqdır özü də. Bir də marshmallowlar var. Bunlar yemək yox, belə şirniyyat falan qoyanda üstünü bəzəmək üçün qəşəng olur. Birini də almışam evdə gedəndə düzəldərək bir dənə nəsə. Nutellanın 1 kilosu 10 manatdır. Almaniyanın çörəkləri dəhşət çox məşhurdur. Neçə 3000-dən çox çörək çeşidi var dedilər. İndi çox hissəsi alınıb gördüyünüz kimi artıq günortanı keçib deyə. Budapeştdə Müllerdən aldığım bu Kora markasının fıstıq əzməsi çox qəşəng olurdu. Şəkərsiz falan. İndi baxıram ki, burada onun dəhşət fərqli çox çeşidləri var. Təzəviz pistaçiosu var 48 manata. Xurma əzməsi var 22 manata. Şokolad əzməsi var 10 manata. Yuxarıda bal çeşidləri var. Bir keju əzməsi var 18 manata. Bu da almalara xas olan bir şeymiş. Deməli belə şokoladlar var. Balaca kvadrat olur. Çörəyi isidirlər, isti çörəyin üstünə qoyurlar. Olur, əriyir, heç nə ilə yeyirlər. Bunlar axşamları baxın belə yola verirlərmiş. Yəni bir dilim çörək və üstünə yaxlası nəsə. Milka'nın bu şokolad yağı 6 manat neçə qəpikdir? Təxmini 7 manat. Nə bilim mən çox da bəyənməmişdim bu şokolad yağını. Bu cemlərin qabı çox şirindir. Buna baxın bir dənə. 5 manatdır cemlər. Fərqli. Cemlərdə mürəbbələr də 100 milyon dənə çeşidi var, çoxlu. Keks də çox qəşəng görünür, çox dadlı görünür, kakaolu və yumşaqdır. Ən sevdiyim seksionlardan birinə gəlir təbii ki, pendirlər. Dediyim kimi, pendir mövzusunda mənə təəccübləndirmək çox çətindir. Çünki demək olar ki, çox böyük sayda pendirlər yemişəm. Bunların hamısının dadına baxmışam, okeydirlər. Bunu yeməmişəm, maraqlı. Güllü pendir, çiçəkli. Bu çaya atılan güllərdən deyil. Bunu yeməmişəm məsəl üçün. İstəsə setlər də var, hamısının dadına baxmaq üçün. Dörtlü və cəmi 16 manatdır bu set. Böyükgəni pendir və keçi pendiri də özdə. Bu da portağallı keçi pendiri. Pendir reyonunda bir dənə şey gördüm. Təəssüf ki, icazə vermədilər çəkməyə. Amma ki aldım, göstərəcəm sizə. Keçi pendiri, üstündə çox qəribə bir sos, üstündə blueberry və kremberi. Çox maraqlı gəldi mənə. Amma onsuz bir yerdə aldığım bir dənəsini bir yerdə açıb yeyəcəyik. Bir dənəsinə 4 manat verdim. 10 dəqiqədir gəzirik və 10 dəqiqədə kalbasa reyonu gəzirik. Yəni dəhşət çox kalbasa sasika çeşidi var burada. Starbucks'ın protein itkisi olduğunu ilk dəfədir görürəm. 5 manatdır. Milka'nın fərqli növləri var burada. Qalındır şokoladı. Üstündəki qədər qalın olar yox bilmirəm, amma əməlli qalındır adi Milka'dan. Və bu lotusludur. Üstündə yazıldığına görə yeni növdür. Qiyməti isə 5 manatdır hardasa. Burada tamamilə mənim bölməmdə hamısı proteinli barlar, proteinli içkilər. Məsəl üçün burada matcha çeşidi var. Proteinli iced latte. Burada çox şirin bir şey gördüm. Baxın, şokoladdır və üstündə hər birinin hədiyyə var. Məsələn, bunun hədiyyəsi burlokdur, belə bayquşlu. Bunun belə makaronlu Parisli hədiyyəsi var. Belə bir burlok görmüşəm mən. Bir dənə kafe var idi Parisdə. Hətta Bakıda da var idi, Portbakuda, sonra yığışdırdılar onun adını. Unutmuşam, oradan almaq istəyirəm. Qiymətləri bunların 18 manatdır. Şimdi bu qədər gəzməyimin səbəbi Kinder Surprise axtarmağımdır. Çünki getdiyimiz hər ölkədən ora məxsus Kinder Surprise almağa çalışırıq. Məsələn, əslində Kinder Surprise hamıya eyni gəlir. Sadəcə bəzi ölkələrdə bəzi seriyalar gec çıxır, bəziləri tez çıxır. Məsələn, Harry Potter seriyasını Fransadan aldıq biz. Onu Budapeştdə və ya Azərbaycanda görməmişdik. Amma tapmadım hələ ki. Burada çoxlu advent kalendarlar var. Belə bir şey var. Lorenzi Snacks Hits. Çox uzun müddətdir ki, tuk görmürəm yəni. Çox uzun müddətdir ki, tuk yemirəm daha doğrusu. Görməklə görürəm. Unonun çox fərqli çeşidləri var. Məsəl üçün stitch formasında. Məncə bu adi unodur. Sadəcə üstün şəkilləri stitch formasındadır. Uno flip var. Məsələn, bu fərqlidir. O üzü bu üzü var. Bir dəfə biz Aytaçla Asimlə oynamışdıq bir yerdə. Onlarda olan uno ekstra hard idi. Yəni qaydaları ekstra bir adamı yoran və çətin idi, amma çox maraqlı idi. Bu arada unolar 24-25 manatdır. Orijinal unolardır bunlar ona görə. Yoxsa 1 manata, 2 manata Temudan tapa bilərsiniz uno istəsəz. Dondurma istəmirəm. Bayaq yediğim onsuzdur, amma yenə də baxıram görüm fərqli nə var burada. 4 dənəli magnumlar 5 manat. Nanəli var, blueberryli var. 6 dənəli magnumlar 10 manatdır. Magnum bir dənə Azərbaycanda deyəsən lüks sayılır. Qalan hər yerdə çox ucuz qiymətədir. Amma bu Nutellanın dondurması çox ləzzətlidir. Mütləq möhtəşəm bir şeydir. Qurmanda gördüm, şaftalılı Rafaello yoxlamışdı dondurmasını. Burada məsəl üçün 6 manat neçə qəpikdir. Görürsən Azərbaycanın neçədir? Gərək onun səhifəsinə baxın, qiymətini görüm, onu neçə alıb Azərbaycandan. Jelibomun içkisini görmüsünüz. Baxın, jelibom içirsiniz sanki. Və 2 manatdır. Qeyri sağlam bir şey oxşur. Bu da bubblegum dadında, bu da Coca-Cola'dan da. Uşaqlar üçün olan bölmədədir, amma heç uşaqların içməyinə tövsiyə edəcəyim bir şey deyil. Evin yığdıqca aldıqlarımızı göstərim sizə. Süd, 2 dənə pivə, daha doğrusu 5 dənə pivə. Alman kolası almışıq. Bilirsiniz ki, Alman kolası bütün ölkələrdə satılan digər kolalardan qat-qat dadlı olur. İçmişəm deyə əminliklə deyə bilərəm sizə. Simiçka aldıq. Elvin hələ də pivələr çıxardır. Bir dənə də pivə. 5 dənə pivə. Çox pis. Nətər əxlaqsızlıq başa alıb gedir. Nətər pivə falan türləri. Cips, fərqli pendir növü tut. Yarışdıraq indi. Elvin səncə neçə olar bu bizim aldıqlarımızı? Sizcə bu neçə olar? 27 euro. 27 euro? Mən 42 euro deyirəm. Elvin 27 dedi. Mən niyəsə çox gəldi mənim gözümə. Mən 42 euro demək istəyirəm. Görək.
Mən bu pul şeylərində çox yaxşıyam. Çox nöqtə atış elədim və hesab gəldi 42.49. Yəni 42.49 evroluq. Mən də Elvin demişdi 27, mən demişdim 42 evro. Gördüyünüz kimi tam da nöqtə atış elədim. Belə şeylər biləm. İndi sizə çox maraqlı bir şey göstərəcəm. Bu nədir bilirsiniz? Burada hansısa itən ya da kimsə götürmədiyi kargoları falan belə gətirib qoyurlar bura. Siz də pul verib bu kargoları alırsınız. TikTokda falan 100% görürsünüz də. Yəni içindəki nə olduğunu qətiyyən bilmirsiniz. Sadəcə alırsınız. Özü böyük bir hissəsi alınıb deyəsən əməli başlı. Aşağıdakılar 10 evroluqdur, yuxarıdakılar 25 evro, 15 evro. Amma təəssüf ki, biz nağd pul gətirməmişik yanımızda və beləliklə bunu yoxlaya bilirik. Amma çox istəyərdim bunu yoxlamaq, çünki çox maraqlı gəlir mənə. Bu dediyim sizə cranberry, blueberry pendiri yoxlamaq istəyirəm burada. Görək necə olacaq. Nə olan şeydir ümumiyyətlə. Çox az bax, ay görünüşü çox qəşəngdir. Və hətta qaşığımız da var yanında. Üstümü batırdım. Tam bir pintişkayam. Görünüşü qədər qeyri-adi bir şey deyil, amma dadlıdır. Yəni dadlıdır mı dadlıdır. Səbiş bizə çox ləzzətli belə pasta və yanında salat hazırlamışdı. Bu arada Alman kolasının niyə dadının fərqli olmağı barədə biraz araşdırdıq. Əslində bir neçə səbəb var. Sadəcə onların ikisi daha önəmlidir. Birinci və ən önəmli olan şəkər tipinin fərqlənməyidir. Bir sıra ölkələrdə kolaya şəkər olaraq glukoza və fruktoza sirop qatırlar. Bu isə daha ağır şəkər dadını hiss etməyimizə səbəb olur. Amma bir çox Avropa ölkələrində, eləcə də Almaniyada xüsusilə kolanın şirinliyi üçün şəkər çondurundan istifadə olunur və bu ona daha yumşaq və daha ləzzətli dad verir. İkinci əsas faktor su keyfiyyətinin fərqlənməyidir. Bilirik ki, bu karbonlu içkilərin əsas hissəsi sudur. Almaniyada suyun mineral tərkibinə görə çox fərqlənir digər ölkələrdən. Kiçicik su fərqi kolanın dadında böyük dəyişiklik yaradır və o incə fərqi həqiqətən də hiss edə bilirsiniz. İndi biraz keçirib baxıma, saçlarımı qəşəng yuduqdan sonra Kerastas'ın bu kalendarlardan çıxan spreyi ilə istifadə elədim. Olub, əslində bircə dəfə istifadə eləməklə onsuz da qeyri-adi bir şey gözləmirdim. Yumşaltdı, amma hələ ki bir wow deyəcəyim bir şey olmayıb açığı. İndi uzun müddətli istifadədə sizinlə fikirlərimi bölüşərəm. Amma CV markasının bu nəmləndirici kremi oydu, o qədər gözəl idi, o qədər gözəl idi. İnanırsınız, üzüm nəmə doydu. Elə bil ki, üzümə bir banka nəmləndirici boşaltmışam kimidir. Baxın, o cür mükəmməl bir maskadır. Çox tövsiyə edirəm, çox bəyəndim. İndi gəldik marketdən aldıqlarımızı yoxlamağa. Birinci keçən dəfə aldığımız bu kokosu yoxlayacaq qızlar. Görək bu nədir? Doğrudan xarab olub. Doğrudan qəribə bir dənəsi bir dadına. Mən onsuz da belə kokos xoşlamıram. Mən də xoşlamıram. Atıram içinə, ataq elə. Bu Xarab olmuş ola bilər. Bu çöldə qalmışdı, xarab olub ola bilər. Ay, çox pis idi. Ay Allah, iyrənc. Bu tutdu olmalıdır, inşallah tutdur. Ya da böyürtlən. Ya tut ya böyürtkən. Amma böyürtkən tut. Ona baxın bir dənə. Biz börtken burada olur, heç yayda. Bütün evdə olur. Göstərdi. Çox qəşəng böyürtkəndir, çox ləzzətlidir. İndi kivi yeyirik. Bu da mini kividir. Bildiyin feyxuaya oxşuyur. Elvin dedi feyxuadır. Mən də Mənə bir feyxuadır. feyxuadır. Feyxuasa dəli olacaq burada. Feyxua deyil. Bildiyim mini kividir. Amma kivi dadı vermir. Amma mənalı bir şey dadı da vermir. Dadsız da. Daha sonra bu ballı və duzlu badam. Mən ballı və duzlu ikisinin qarışığını çox xoşlayıram. Olmayan şeylərə. Wow deyil. Ballı və duzlu badam əladır. Bu videolarda çox qəribə düşmüşəm. Əslində əyri oturmamışam, amma üşüyürdüm deyə Səbinənin qalın hamam xalatını geyinmişəm. O da ekstra bir qalın olduğu üçün şirinlərdə qarqamel var idi, belə əyri gəzirdi. Kopyana oxşamışam. Və burada bu videonun sonunu çəkirəm qızlar. Bu video sanki biraz market videosuna döndü. Ümid edirəm sizə sıxıcı gəlməyib. Müsbət və ya mənfi olan bütün rəylərinizi aşağıda mütləq mənlə qeyd edin. Bilirsiniz ki, rəyləriniz mənim üçün çox dəyərlidir. Əgər növbəti videolarda nələri daha çox görmək istəyirsiniz, onları da qeyd etməyi unutmayın və kanala abunə olmağı, videomu bəyənməyi və rəy yazmağı unutmayın. Sabah görüşərik. Hələlik.